Qərb blokunun ağsaqqalı deyək, böyüyü deyək, başqanı deyək, rəhbəri bu Birləşmiş Ştatlardır. Qərb blokunun, hərbi blokunun. Və hətta ən böyük hərbi siyasi təşkilat, o əvvəl ancaq hərbi idi, NATO idi. İndi ona hərbi siyasi təşkilat deyirlər, biraz adında da dəyişiklik olub. NATO dünyanın ən böyük hərbi siyasi təşkilatıdır. Riyaziyyatda belə işarə var, bərabərlik. Riyaziyyatda bir işarə də vardır ki, təxminən bərabərlik. Təxminən bərabərlik. Və indi yazırlar ki, NATO təxminən bərabərdir Amerika Birləşmiş Ştatları. NATO'nun 32 ölkəsi var, 32 ölkəsi var. Ondan biri də Birləşmiş Ştatlar. Amma fikir verin, deyirlər ki, 31 ölkə bir yanda qalır. ABŞ digər yanda qalır və ABŞ onların hamısını üstələyir. Və həm də məlum oldu ki, son 80 il ərzində, 2-ci Dünya müharibəsindən sonra bu NATO ölkələrinin bütün hərbi baxımdan problemlərini ancaq ABŞ həll edib. Büdcə baxımından da, təhlükəsizlik baxımından da, yəni onlar daha çox sosial-iqtisadi məsələlərlə məşğul olublar. Rusiya-Ukrayna müharibəsi bu reallıqlar daha çox üzə çıxartdı. Yəni Avropa ölkələrinin, NATO ölkələrinin ABŞ-dan çox böyük asılılığı var təhlükəsizlik baxımından. O ki, qaldı Avropa İttifaqı ölkələrinə Birləşmiş Ştatlar bu gün onlara münasibətdə çox kəskin mövqedədir. Heç kəs bunu görməməzlikdən gəlməsin. Trump'ın son bəyanatlarından birində qeyd edir ki, biz böyük yedilik qəbul etmirik. Böyük yediliyi qəbul etmirik. Və böyük beşlik olmalıdır. Fikir verin. Böyük beşliyə kimlər daxildir? Birləşmiş Ştatlar, Çin, Rusiya, Hindistan və Yaponiya. Fikir verin, Avropa İttifaqının adı da yoxdur hətta orada. Hətta onun adına rast gəlmirik. Yəni, bax, bütün bu dediklərim yeni reallıqdır, yeni məntiqdir, yeni dünyanın geosiyasi, elə bir ki, coğrafiyasıdır, yeni beynəlxalq koordinatlar sistemidir, yeni dünya düzənidir. Və bu düzəni dünyanın fövqəladə dövləti belə görür. Belə görür. Ona görə də hesab edirəm ki, Avropanın NATO ölkələrindən görə nə qədər Birləşmiş Ştatlarına asılacağı var. Nə qədər bu asılılıq o qədər böyüdür ki, hətta Avropa İttifaqının və NATO'nu çox kəskin tənqid eləyəndə ki, siz niyə öz ümumi daxili məhsulunuzun cəmi 1-2%-ni ayırırsınız, niyə 5%-ni ayırmırsınız hərbə, öz müdafiənizə? Bunu deyərkən bəzən bir qədər də dərinə gedib söylüyor ki, bəlkə 2027-ci ümumiyyətlə bizə NATO lazım olmadı. Yəni Birləşmiş Ştatlar NATO'dan çıxdı. Kimi ideyalar səsləndirir. Hətta biraz da qabağa gedib cənab Trump bildirir ki, bizim Avropada 100 minlik ordumuz var, 100 minlik qoşunumuz var. Onu 20 mini çıxardırıq, qalır 80 min. Biz o 80 mini də çıxarsaq, Birləşmiş Ştatların rəhbəri Avropa liderlərini və bir çox hallarda Azərbaycana qarşı da o Avropa parlamentindən o qətnamələr qəbul edən ölkələrin o deputatlarını və digər siyasi qüvvələri hədəfə alıb söyləyir ki, biz Avropanı tərk etsək, məlum olacaq ki, bizim varlığımız sizin öz aranızdakı toqquşmaların qarşısını alıb. Məlum olacaq ki, biz Avropadan getsək, Almaniya ilə Fransanın çox ciddi ərazi bir-birinə iddiaları var. Məlum olacaq ki, Ukraynaya qarşı Polşanın, Rumıniyanın, Macarıstanın ərazi iddiaları var. Məlum olacaq ki, Macarlarla Rumunlar hələ öz ərazi məsələlərini həll etməlidir. Hamımız da NATO ölkələrisiz. Biz var deyə bunların hamısının qarşısını alır. Biz çıxsaq, Avropa xaosa sürüklənər. Kimi, deməli, cənab Trump fikirlər səsləndirir. Onun komandası fikirlər səsləndirir.